Salam, mən Vəli Əlibəyovam, strateji kommunikasiya üzrə məsləhətçi və Əlibəyev Kommunikasiya və Konsalting firmasının rəhbəriyəm. Bugünkü biznes mühitində şirkətlərin reputasiyası təkcə dəyər yox, həm də risk faktorudur. Bu riski idarə etməyin yeganə effektiv yolu planlı və sistemli kommunikasiya yanaşmasıdır. Bugün sizə şirkətlər üçün hazırladığımız strateji kommunikasiya sənədləri barədə məlumat vermək istəyirəm. Bu sənədlər sadəcə kağız üzərində yazılmış qaydalar deyil. Bunlar şirkətinizin reputasiyasını qoruyan əsas dayaq sütunlarıdır. Tez-tez belə bir sualla qarşılaşırıq. Bizim artıq PR menecerimiz var, bütün işləri o görəcək. Amma nəzərə almaq lazımdır ki, bu sənədlərin hazırlanması tək bir şəxsin işi deyil. Onların hazırlanması həm kənardan obyektiv baxış, həm bütün strukturun iştirakı, həm də sistematika və təcrübə tələb edir. Daxildəki PR menecer gündəlik iş axını ilə məşğul olduğu üçün çox vaxt bu sənədləri nə hazırlamağa, nə də təhlil etməyə zaman tapa bilmir. Peşəkar yanaşma, daxili və xarici baxışın vəhdətidir. Qaydaq sənədlərimizə bunlara nə daxildir? Birinci sənəd, PR strategiyası. Kommunikasiya fəaliyyətinizin yol xəritəsidir. PR strategiyası olmadan şirkətin mesajları dağınıq, hədəfsiz və bir-birini təksib edən formada yayıla bilər. Bu sənəd sizə kimə, nə zaman, nə deməli olduğunuzu sistemləşdirir. PR strategiyası olmayan şirkətlər çox zaman reklamla ictimaiyyətlə əlaqələr arasında fərqi ayırt edə bilmir və hər iki istiqaməti eyni alət kimi istifadə etməyə çalışır. Bu isə kommunikasiya fəaliyyətində xaosa və resursların səmərəsiz istifadəsinə səbəb olur. İkinci sənəd böhran kommunikasiyası. Böhran baş verəndə kim danışacaq, nə deyəcək və nəyi deməyəcək? Əgər əvvəlcədən bunlar planlaşdırılmayıbsa, ilk reaksiya gecikəcək, zərər isə artacaq. Real ssenari. Sosial şəbəkələrdə yayılmış yalnız informasiya fonunda şirkət sustu, nəticədə media özü həqiqət yaratdı. Üçüncü, media siyasəti sənədi. Jurnalistlərlə necə danışmaq, nəyi də açıqlamaq, hansı mərhələdə rəsmi mövqeyə bildirmək lazımdır. Əgər hər əməkdaş öz bildiyini danışırsa, bu qurumun zəifliyinin göstəricisidir. Bu sənəd olmadan bir müsahibə bütün brendi zədələyə bilər. Sosial media siyasəti. Bu artıq 4-cü sənəddir. Əməkdaşlar şirkətin adından sosial şəbəkələrdə necə davranmalıdır? Rəqəmsal reputasiyanız onların şəxsi paylaşımlarından belə təsirlənə bilər. Real case. Bir əməkdaşın şəxsi Facebook paylaşımı ictimai narazılıq yaradaraq şirkətin boykotuna səbəb olur. 5-ci sənəd. Daxili kommunikasiya qaydaları. Komanda üzvləri bir-biri ilə necə ünsiyyət qurmalıdır? Əgər daxildə xaos varsa, xaricə çıxan ünsiyyət də qeyri-peşəkar görünəcək. Böyük şirkətdə rəhbərlikdən xəbəri olmayan əməkdaşın yanlış açıqlaması rəsmi mövqe kimi yayılıb. Reputasiya risklərinin monitorinqi və cavab mexanizmləri sənədi. İctimai rəy nə zaman və necə izlənilməli, hansı hallarda müdaxilə edilməlidir? Gecikmiş cavab bəzən heç nəyi dəyişmir, əksinə vəziyyəti daha da qəlizləşdirir. Çünki tənqid trend olduqdan sonra verilən açıqlama artıq heç nəyi dəyişmir. İctimai çıxışlar və rəsmi bəyanatlara dair təlimatlar. Rəhbərlik və sözçülər üçün çıxış zamanı istifadə olunacaq dillə bağlı bələdçi. Nə danışmaq lazımdır və əsas tezislər əvvəlcədən müəyyən olunmalıdır. Sözün səhv başa düşüldü. Bu ifadə artıq gecikmiş peşmançılıqdır. Rəhbərlik üçün media ilə ünsiyyət planı. Rəhbərlər müsahibə verərkən nəyi necə vurğulamalıdır? Hansı suallardan yayınmaq olar? Hansı suallara çevik və düzgün cavab vermək vacibdir? Rəhbərin canlı yayında verdiyi reaksiya brendin imicini illərlə zədələyə bilər. Korporativ mesaj xəritəsi. Şirkət hansı məsələlərdə nə deyir və necə deyir? Eyni suallara fərqli cavablar etimadsızlıq doğurur. Şirkətin bir nümayəndəsi biz hələ qərar verməmişik deyərkən, digəri layihə artıq təsdiqlənib açıqlaması verməməlidir. Brendin reputasiya dəyərlərinin təsviri və kommunikasiya çərçivəsi sənədi. Sizin brend necə görünməlidir? Necə eşidilməlidir və necə xatırlanmalıdır? Bu vizualdan tutmuş söz seçiminə qədər hər detalı əhatə edir.
Əgər bu çərçivə yoxdursa, sizin brend haqqında fikir hər gün dəyişəcək. Bütün bu sənədlər fərqli şəkildə sizin şirkətin fəaliyyəti sahəsinə uyğun olaraq hazırlanır. Bizim komandada həm yerli, həm xarici, Fransa və Türkiyədə olan ekspertlər təmsil olunur. Mən özüm həmçinin Avropa İctimaiyyət Əlaqələr İnstitutunun Parisdə yerləşir, rəsmi ekspertiyəm. Hazırlanan sənədlərdə bu institutun metodoloji yanaşmaları və keyfiyyət standartları tətbiq olunur. Unutmayın, dünyanın aparıcı şirkətləri fəaliyyətlərini bu sənədlərsiz təsəvvür etmirlər. Çünki bu sənədlər şirkətin peşəkarlıq səviyyəsini, idarəetmə mədəniyyətini və reputasiya strategiyasını əks etdirir. Əgər bu sənədlər sizdə yoxdursa, şirkətiniz böhranlar və informasiya xaosu qarşısında zəifdir, müdafiəsizdir. Əgər siz də kommunikasiya mühitinizi gücləndirmək, risklərə qarşı hazırlıqlı olmaq və brendinizin dəyərini qorumaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın. Reputasiyanız sizin ən qiymətli kapitalınızdır. Onu qorumağın vaxtıdır. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.